Salam, bugünkü izahımız olacaq 9-cu sinif Azərbaycan tarixindən 29-cu paragraf, yəni dövlət müstəqilliyinin bərpası. Deməli, 20-ci əsrin sonlarında bu başlanan böhranlar artıq SSR-nin süquta doğru, çöküşə doğru aparırdı. Və Azərbaycanlıların da müstəqillik əzmini qurmaq üçün 1990-cı ilin yanvarında Bakıya qoşun yeridilir, bilirik əhaliyə divan tutulur. Amma 1991-ci ilin 5 fevralında Azərbaycan SSR Ali Sovetinin qəbul etdiyi qərarla Azərbaycan SSR-in adı dəyişdirilərək olur Azərbaycan Respublikası. Azərbaycan Respublikası adlandırılır və Azərbaycan Xalq Cümhuriyyətinin üç rəngli bayrağı dövlət bayrağı kimi də qəbul olunur. 1991-ci ilin martında SSR-nin saxlanması barədə referendum keçirilir. Amma burada Azərbaycan Respublikasının iştirakına Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin sessiyasında Heydər Əliyev öz kəskin etirazlarını bildirmişdi. Və 1991-ci ilin avqustunda dövlət çevrilişinə cəhd edilir. Deməli, bu Mikhail Gorbaçov Krımda istirahətdə idi. Ona görə də hakimiyyətdən uzaqlaşdırılır o. Burada yeni yaradılan Dövlət Fövqəladə Vəziyyət Komitəsi SSR-ni iflasdan xilas etmək üçün bütün hakimiyyəti ələ keçirir. Ancaq bu qiyamın qarşısı da alınır. 1991-ci ilin avqustun 30-da Ali Sovetin növbədən kənar sessiyası olur. Bu Ali Sovetin növbədən kənar sessiyasında deməli Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpa olunması haqqında bəyannamə qəbul olunur. İndi bilirəm, deyəcəksiniz ki, bunların illəri çoxdur, qarışıqdır. Hansı Azərbaycan adının bərpasıdır, hansı suverenlikdir, hansı bəyannamədir, hansı konstitusiya aktıdır. Baxın, düzdür, suverenlik bu dəstə yoxdur. Biri onu deyim ki, Azərbaycan SSR-in suverenliyi haqqında qanun 1989 sentyabr, bax 89 sentyabr, sırlarına yadda saxlayın, suverenlik. Suverenlik 89-cu sentyabrında. Sonra mən 5 fevralı bir yadda saxlamışım ki, 5 fevral həm dövlətin adının bərpasıdır, Azərbaycan SSR oldu, Azərbaycan Respublikası. Həm də bayraqdır. Bax, bayrağımızın yaranma tarixi, bərpa tarixi onunla da götürülmək olar. 30 avqust deyən kimi də mən o dəqiqə ağlıma gəlir nə? Bəyannamə. 30 avqust deyən kimi bəyannamə. Və ən sonuncusu da ki, konstitusiya aktı. 91-ci ilin 18 oktyabrında konstitusiya aktı qəbul olundu. Bununla da dövlət müstəqilliyi bərpa olundu. Yəni bunların hamısını belə yadda saxlamalısınız. İndi mən əslində qalsa 18 oktyabr ayrıca deyəcəm. Sadəcə burada hamısını belə sistemli şəkildə dedim ki, belə yadda saxlayasınız. Belə. Deməli bu sentyabrda prezident seçkiləri keçirilməsi nəzərdə tutulurdu. Amma burada süni maneələr yaradılır ki, Heydər Əliyevin namizədliyi təsdiq olunmasın və buna görə də elə bu maneələrə görə də Heydər Əliyevin namizədliyi təsdiq olunmur. Ayaz Mütəllibov yenidən Respublikanın prezidenti elan olunur. Amma bir həftə sonra isə deməli Azərbaycan Kommunist Partiyası buraxılır. İndi dövlət müstəqilliyinin bərpasını deyək, yəni həmin bu 18 oktyabr məsələsini deyək. Deməli, 1991-ci il 18 oktyabrında Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında konstitusiya aktı qəbul olunur. Baxın, bu konstitusiya aktıdır. Və Azərbaycan Respublikası Azərbaycan Xalq Cümhuriyyətinin, yəni hüquqi varisi elan olundu. 1991-ci ilin 8 dekabrında isə Rusiya, Ukrayna və Belarusiya dövlətlərinin rəhbərləri MDB-ni yaratdılar, Müstəqil Dövlətlər Birliyini yaratdılar. Sonra Azərbaycan Respublikasında 29 dekabrda referendum olur. Burada xalqımız eşitliklə Respublikanın müstəqilliyinə tərəfdar çıxır. Və 92-ci ilin mayında dövlət himni, 93-cü ilin yanvarında isə dövlət gerbi qəbul edilir. Bunu da belə yada saxlayaq. Bax, birinci himndir, birinci yazmadır, sonra şəkil çəkmədir. Birinci himni qəbul edirik, sonra isə gerbi. Sonra xarici siyasət, təbii ki, Azərbaycan bu zaman xarici siyasəti iki vaxtlarda öz müstəqilliyini qorumaq və yəni beynəlxalq təşkilatlarla əlaqə yaratmaq, onları üzv olmaqdan ibarət idi. 91-ci ilin noyabrında Türkiyə tanıyır dövlət müstəqilliyini. 91-ci ilin sonlarında dekabr ayında İslam Konfransı təşkilatına qoşulur. İlk qoşulduğu təşkilat budur, İslam Konfransı təşkilatı. Sonra mən 9-cu sinif dərsliğində baxdım, əslində qalsa çox təşkilatları verməyiblər və aylarını yazmayıblar. İndi hansı ki verilibdi, mən onlardan bir neçəsində aylarını da deyəcəm. Deməli, baxın, 92-ci ilin əvvəllərində İqtisadi Əməkdaşlıq Təşkilatındadır. 92-ci ilin mart ayının 2-sində deməli Birləşmiş Millətlər Təşkilatındadır. Ondan sonra isə yay aylarında isə Avropada Təhlükəsizlik və Əməkdaşlıq Müşavirə də xəbəri ATƏM-də, sonra ATƏT olacaq o.
Hə, bura qoşulur. Belə. Və indi danışaq hakimiyyət uğrunda mübarizədən. Deməli, bu Xocalı hadisələri baş vermişdi. O da vəziyyəti daha da gərginləşdirmişdi. Sonra bu Ayaz Mütəllibov istefaya getməyə məcbur olur. Amma prezident səlahiyyətlərində deməli Ali Sovetin sədri icra etməyə başlayır. Sonra amma Şuşa və Laçının tutulması nəticəsində hansı ki hakimiyyət böhranına istifadə edən Ayaz Mütəllibov yenidən hakimiyyətə qayıdır. Amma bu zaman isə Əbülfəz Elçibəyin başçılığı ilə demokratik qüvvələrin fəallaşdı. 92-ci ilin iyun ayında Elçibəy prezident oldu, cəmi bir il prezident oldu. Qısa müddət ərzində müəyyən addımlar atılır, hansı ki dövlət quruculuğu, ordu quruculuğu, məsələn burada milli valyutamız olan manat dövrüyə buraxılır. Sonra test imtahanı, tələbə qəbulunda test imtahanı tətbiq olunur. Bunlar hamısı onun hakimiyyət dövrünə aiddir. Amma həm təcrübəli kadr çatışmazlığı var idi burada və idarəçilikdə də verilən səhvlər xalqın etimadını azaldır və 1993-cü il iyun ayında artıq Gəncədə qiyam başlayır hakimiyyətə qarşı və mərkəzi hakimiyyətə devirmək üçün artıq bunlar Bakıya doğru hərəkət edirlər. Və qiyamçıların tələbi ilə də bir çox rəhbər kadrlar öz vəzifələrinə istefa verməyə məcbur olmuşdu. Bu da vəziyyəti daha da gərginləşdirmişdi. Mövzumuz bu qədər. Sağ olun.